Sevgilin səni tərk etməzdən əvvəl bu 4 yalanı söyləyəcək. Diqqətli ol. Ən əsas da sonuncusundan. 1. Biz sadəcə dostuq. Əgər bir insan dostunu bu qədər aqressiv şəkildə müdafiə edirsə, bir şey aydındır. Bu dost sənin onsuz da itirdiyin yeri artıq doldurub. İnsan yalnız risk gördüyü adamı bu qədər qorumaq istəyir. 2. Zamana ehtiyacın var. Səndən uzaqda qalmaq, özünü daha az günahkar hiss etmək və qarşısındakı seçimləri araşdırmaq üçün danışdığı yalandır və unutma. Boşluq heç vaxt təsadüf olmur. Bu boşluğu birisi doldurur. 3. Bugün çox yorğunam. Niyəsə bu yorğunluq çox vaxt sənə çatanda olur. Bütün günü telefonla oyanır, sosial mediada saatlarla qalır, dostları ilə planlar qurur. Bir sözlə, səndən qaçmaq üçün bəhanələr tapır. Bu yorğunluq deyil, bu yavaş-yavaş səndən emosional ayrılmadır. 4. Sən çox güvənsiz davranırsan. Bu manipulativ cümlə güvənsizlik məsələsini sənə yönəldir. Sən ona suallar verəndə o qıcıqlanırsa, bir səbəbi var. Çünki hisslərin və şübhələrin səni doğru yerə aparır. Çünki içində bilir ki, sən haqlısan və günahkar görünmək istəmir. Manipulasiyaları görmək və bu cür videolarımı qaçırmamaq üçün məni izləmədə qal.